Şəhər İcra Hakimiyyətinin fəaliyyəti sizi qane edirmi? Nə qan elə ki, nə qarıb mənə? Mənə heç nə eləməyib. Gəlsin, tutsun, aparsın məni. İstəyirəm, mən yaşamaq istəyirəm. Mən süründə da. Burada rayonun hansı məmuru yaşayar? Bura evdir. Şirvan rayon Baharlı qəsəbəsi Sabir 4 ünvanının sakinləri Media TV Az Media qrupuna müraciət ediblər ki, onların müraciətinə məmurlar səs vermir. Rayonda eşidilməyən səslərini Prezident İlham Əliyevə çatdıraq. Vətəndaşlar unudulduğunu, problemləri ilə maraqlanan olmadığını deyirlər. Vətəndaşlara müraciətini olduğu kimi təqdim edirik. Qarşı tərəfi dinləməyə hazırıq. Qasımova Sura Şirxan qızı. Şirvan şəhəri Bayramlı qəsəbəsinin Sabir 4 ünvanında yaşayıram. Yaşadığım ev bu baraq evdir. Nə hamam var, nə ayıb olmasın tualet var, nə kanalizasiya var. Heç bir şey yoxdur. Evimə damır, dolanışığım yox. Yağış yağanda evə damır, qar yağır evə damır. Nə bilim Allah'ın yarattığı bu quşlar hamısı evin içində. Yine muşlar qulağı. Muşlar Allah'a and olsun yapışkan almaqdan mən bezmişəm. Sıçan tutmaqdan. Bu dəqiqənə bax, evə girginən yapışkanın biri o başladı, biri bu başladı. Sıçanlarla, kərtənkələrlərlə. İlin bu vaxtında belə evdə, bu bolluq vaxtında, neft olan ölkədə belə yaşamaq olar. Sizə gəliblər, oğlum gəliblər, çəkiblər, yazıblar, pozublar. Hə, bu il olacaq, gələn il olacaq. İlbəil, məsəlçin deyirlər. Ancaq ortada bir şey yoxdur. Hə, elə gedirib, bax bu binada. O gün o qonşu öldü, yaşlar var. Mənim anam öldü, day nə oldu bu? Yer tapırıq, yer tapırıq. Mən daha həkimlərə pul qalmadı, tökdüm. Mən anamın üstünə axıdıb Bakıya qaçırdım. Mən pul qalmadı, anamın üstünə tökdüm. Nəmişliydi, zinədir, hamısı zinədir, vurur. Rematizm əmələ gəlib. Mən üzünüzə qışlarımın ağrısından ölürəm, nəmişlikdə. Allah'a and olsun oğlum, Qurana and olsun. Onu silirəm 3 saata, 4 saata quruyum. Hökumətdən ev istəyirik də, biz başqa şey demirik ki. Demirik gəlsin bizə, var versin, dövlət versin. Bizə də iki gözümüzü tiksin, versin. Evdə o, başıma dolanım. Mən də insan kimi yaşamaq istəyirəm. Mən də adam kimi yaşamaq istəyirəm. Evdir bu. Yağan yağış bax hamısı evdə, evin içində olur oğlum. Yağan yağış hamısı evin içində. Hamının bax padvalı belədir. Allah olsun. Hamı badanqıraqla çəkmişik, yapışdırmışıq yuxarı ki, amandır pataloq yerə düşməsin. Başımıza tökülməsin. Haçanacın belə yaşayarıq. Yaşayırıq. Nə vaxta qədər? Şərimiz yox, şəraitimiz yox, hamam yox. İnandırım səni da İnansa gelmişim köyde çəpərdə başını yıkmışam. Allah hamdolsun. Bilirəm də. Soyuq oldu, burada bir parla qoyub yuyunmadım. Buradakı yaşadığımız yerdə. Hə, kim maraqlandı mənim anamın ölümü ilə? Hamısı xəstəlikdən öldü mənim anam. Mənim anam sağlam idi, mənim anam evdə xəstəlik tapdı, öldü. Səsə gələndə hamıdan qabaq anam gedirdi səs verməyə. Vallahi anam ev deyə getdi də, kim ev dikdi, kim onu bir yerə çəkdi? Heç kim. Neçə vaxtdır belə vəziyyətdə yaşayırsınız? 10-cu ildən Kür hadisəsindən bax belə vəziyyətdə yaşayırıq. Belə şey olur, başına dolanır. Gəlirlər, baxırlar, çıxıb gedirlər. Bəs müraciət... 2000 o vaxtı pul verdi, onu da o nədir, o öldü o kişi. Remonta verdi. Hə, dedi ki, remont pulu gördü, o dedi ki, bana şəxsən o Mərdanın yanında dedi ki, o həyəcan pulu idi. Düzdür? Yox, çox pis vəziyyətdə. Dəhsiz də. O üzrə apardılar 6000, 4000 pul verdilər, oradan oraya mənim bacımgilə pul vermədilər. Ağaclar yandı, həyətin zinə bastı. Oradan oraya onlara vermədilər. Şəhər İcra Hakimiyyətinin fəaliyyəti sizi qane edirmi? Nə qan elə ki, nə qarıb mənə? Mənə heç nə eləməyib. Gəlsin, tutsun, aparsın məni. Mənə heç nə eləməyib. Gəlsin, girsin, evimə baxsın. Neçə dəfələrlə girir. Anam ondan ağzı öpüşürdü, həmən icra ilə. Mənim anam ağzı öpüşürdü. Bildin? İcras olan ki, mənim anamı yuxarı başa çəkirdilər. Həmən arvadın evidir, bax. Xəstələndi, bu evdə öldü o arvad. Bəs sizin adınız famiziniz? Əliyeva Təhminə. Müraciət edib bu xarabı ilə, bax, bu evlə, dağılmışla. Uçur başımıza gəlir. Biz də insan kimi bir kravatımızda rahat yataq da. Orayı tüz zulümünü çəkirik. Muşlarla, ilanlarla, qurbağalarla ancaq o nəşir olub evin içində. Neyini? Yaşa, o bir ev görsün da, oran polu satsın, elə yırğalanır ki, işman evcə sirkələnir. Gecələr yata bilmirik, nəsən? Yaşaşmış özümüz. Biri yaşaş olar. Özüm də xüsusiyyəm, heç nə də əlimi vura bilmirəm, dağılır üstünü gedir.
56 idim daha yaşadığımız yetmedi bizim. Ay. Özünüzü təqdim, adı sualınız necə olur? Hüseyin Uşağı'nın Həsənoğlu. Neçə ildir bu Şirvan şəhərinin Bayramlı qəsəbəsində belə vəziyyətdə yaşayırsınız? Anadan doğulandan burada 70 təvəllüdən. Daha da gözüm açıldı. Məmurlarınız bəs nə deyir? Müraciət. Vallahi elə gəlib gedirlər. Yaxşı olacaq, düzələcək, nə olacaq. Heç bir düzəliş işarət görülmür. Aydındır. Görmürük, elə bir şey görmürük. Kimsə gəlsin burada nəsə. Gəlin Çünki necə bax də günlər çəkiblər. çıxırlar. Allah'ın için ki çölde yataram, bir yüzəcəksinlər. Ne günümüz var, ne rüzgarımız var. Yayda gələndə hər şey çıxır ortalığa. Krişa topluyor, pantolon topluyor üstümüze. Ruhaltanın altı yaman günde Ulan tutmuşuq. Allah'ın kızım şeyle ben. Özümüz tutmuşuq. Mismar vurur, keçib qonşunun evinə. Qonşunun evi görükür, taxtalara bax. Qonşunun evi görükür. Belə yaşayış olmayacaq. Öncə icra başçısına mən müraciət elədim ki, 3000 insandan adam başına 1 manat pul yığadıb, pompa qatırıb beton tıkacaq. İndi 3 il müddətdə uçuşdu getdi. İndi burada Bayramlı qəsəbəsinin sakinçisinin köməkçisinin əsasında biz bunu həyata keçirmişik. Bura əsas mərkəz yoldur. Bura insanlar buradan gezə bilmir. Əsas məktəb uşaqlarıdır. Baxmırlar da. Bura bizim üst məktəbin baba məktəblə mən qonşuyam. Bunu indi gözəl insan nəticəsində bunu biz həyata keçirmişik. Bir 15 gün bundan qabaq lay dökürük. Problem qəsəbədə bu Şirvan şəhərinin Bayramlı qəsəbəsi adı verilir bura. Pambıq zavodu deyilirdi. Bu 3000'ə yaxın insan yaşayır. Heç bir şərait yox. Dəfələrlə mən rəhbərliyə, memurlara 3 il bundan öncə müraciət etdim ki, bu qəsəbəyə idman zalı, gənclər üçün musiqi məktəbi, şahmat klubu, ondan sonra bu şəraitlər lazımdır. Bu şəraitləri biz öz gücümüzdə nə eləyirik ki? Nə vaxta qədər biz problem içində yaşayacaq? Kimə müraciət edək? Özləri üçün çalışırlar. Bu mən orada demişəm. Hər çəkilişimdə bütün sözləri demişəm, değil mi? Bu günlər ancaq məsələ bizim şəhidlərimizdir. Yad eləmirlər. Baxmırlar. İş görmürlər. İş görməyə də mali iş görürlər. Hara baxırlar? Nə üçün otururlar? Ciblərini. Mən nə qədər biz bütün bu rəhbərlərə biz müraciət edəcək ki, bu qəsəbədə yenilik lazımdır. Qəsəbədə idman zalı lazımdır. Qəsəbədə şahmat klubu lazımdır. Qəsəbədə musiqi məktəbi lazımdır.